Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam hörmətli izləyicilər. Günün ən diqqət çəkən və aktual xəbərləri ilə qarşınızdayıq. Şad xəbər, ölkədə minlərlə yeni iş yerinin açılması gözlənilir. Benzin qiymətləri ilə bağlı son dəqiqə açıqlaması isə narahatlıq yaradıb, yenidən bahalaşma ehtimalı var. ABŞ-ın İrana ordu yeritməsi ilə bağlı təcili məlumat yayılıb. Ölkədə bir icra hakimiyyətində kütləvi ixtisar aparılıb, 43 nəfər işdən çıxarılıb. Tanınmış jurnalist Səidə Bəkirqızı isə ölümlə təhdid olundu. Bizi izləməyə davam edin. Sumqayıt Xəzər dənizinə çıxışı olan strateji şəhərlərdən biri kimi mühüm coğrafi üstünlüyə malikdir. Buna baxmayaraq, şəhərdə iş imkanlarının məhdudluğu səbəbindən əhalinin bir hissəsi paytaxt Bakıya üz tutur. Sumqayıtda dəniz limanının tikilməsi bu tendensiyanı dəyişə bilər. Belə bir layihə regionda iqtisadi aktivliyi artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına, logistika və sənaye sektorunun inkişafına təkan verə bilər. Eyni zamanda Xəzər hövzəsində ticarət imkanlarının genişlənməsi şəhərin strateji əhəmiyyətini daha da gücləndirə bilər. Belə bir layihənin həyata keçirilməsi üçün hansı investisiyalar tələb olunur? Mövzu ilə bağlı konkret açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, Sumqayıtda dəniz limanının tikilməsi iri həcmli və çoxşaxəli investisiyalar tələb edən layihədir. İqtisadçının sözlərinə görə, ilkin mərhələdə əsas kapital qoyuluşu liman infrastrukturunun qurulmasına yönəlir. Buraya sahilboyu ərazilərin hazırlanması, dərinləşdirmə işləri, körpülərin, yanalma terminallarının, ambarların və konteyner meydançalarının tikintisi daxildir. Xəzər sahilinin xüsusiyyətləri nəzərə alınaraq hidrotexniki qurğuların inşası da ciddi maliyyə tələb edir. Logistika şəbəkəsinin inkişafına toxunan A. Nəsirli əlavə edib ki, limanın effektiv fəaliyyəti üçün onu ölkənin əsas nəqliyyat xətləri ilə birləşdirən avtomobil və dəmir yolu infrastrukturu gücləndirilməlidir. Bu baxımdan Bakı ilə əlaqələrin optimallaşdırılması və regionlara çıxış imkanlarının genişləndirilməsi əlavə investisiyalar tələb edir. Ekspert vurğulayıb ki, texnoloji və əməliyyat avadanlıqları da böyük xərc yaradır. Yükləmə boşaltma kranları, konteyner idarə etmə sistemləri, rəqəmsal logistika platformaları və təhlükəsizlik sistemləri müasir limanın əsas elementləridir. Bununla yanaşı, limanın rəqabət qabiliyyətinin artırılması üçün avtomatlaşdırma və rəqəmsallaşmaya da yatırım edilməlidir. Enerji və kommunal təminat məsələsi də diqqət mərkəzindədir. Elektrik, su, yanacaq və digər resursların fasiləsiz təmin olunması üçün ayrıca infrastruktur qurulmalıdır. Eyni zamanda ekoloji tələblərə uyğunluq baxımından tullantıların idarə olunması və ətraf mühitin qorunması sistemlərinə də vəsait ayrılmalıdır. Akif Nəsirli qeyd edib ki, insan kapitalına investisiya da vacib amillərdəndir. Limanın idarə olunması və logistika əməliyyatları üçün ixtisaslı kadrların hazırlanması, təlim proqramlarının təşkili və effektiv idarə etmə strukturlarının qurulması əlavə xərclər tələb edir. Sonda iqtisadçı bildirib ki, belə layihələr adətən dövlət büdcəsi, özəl sektor və beynəlxalq maliyyə institutlarının birgə iştirakı ilə reallaşdırılır. Bu isə o deməkdir ki, layihə yalnız tikinti mərhələsini deyil, həm də uzunmüddətli idarə etmə və inkişaf üçün davamlı investisiya axınını nəzərdə tutur. Son dövrlərdə dünya enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanda benzin qiymətləri məsələsi yenidən diqqət mərkəzinə gəlib. Neftin qlobal qiymətlərindəki dalğalanmaların daxili bazara mümkün təsirləri ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Sürücülər və ümumilikdə əhali isə yaxın perspektivdə yanacağın bahalaşıb-bahalaşmayacağı ilə maraqlanır. Bəs Azərbaycanda benzin qiymətlərində yaxın zamanda artım və ya azalma gözlənilirmi? Mövzu ilə bağlı konkret açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda benzin qiymətləri sərbəst bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimlənir. Onun sözlərinə görə bu səbəbdən dünya bazarında neftin bahalaşması və ya ucuzlaşması daxili yanacaq qiymətlərinə dərhal təsir göstərmir. Ölkədə yanacaq qiymətləri Tarif Qiymət Şurası tərəfindən müəyyən edilir və adətən uzun müddət sabit saxlanılır. Hazırda isə benzin qiymətlərinin artırılması və ya azaldılması ilə bağlı hər hansı rəsmi qərar və ya açıqlama yoxdur.
Akif Nəsirli qeyd edib ki, xüsusilə sosial baxımdan geniş istifadə olunan A92 markalı benzinin qiyməti dövlət tərəfindən sabit saxlanmağa çalışılır. Bu da onunla izah olunur ki, həmin yanacaq növü əhalinin gündəlik xərclərinə və nəqliyyat sektoruna birbaşa təsir edir. Ekspert əlavə edib ki, Azərbaycanda yanacaq qiymətlərində dəyişikliklər adətən müəyyən iqtisadi şərtlər daxilində baş verir. Bu şərtlərə dövlət büdcəsinə əlavə yükün yaranması, subsidiyaların azaldılması və ümumi enerji siyasətində dəyişikliklər daxildir. Eyni zamanda son illərin təcrübəsi göstərir ki, qiymət dəyişiklikləri qəfil deyil, əvvəlcədən müəyyən siqnallar verilməklə həyata keçirilir. Nəticə etibarilə mövcud vəziyyətə əsasən yaxın dövrdə benzin qiymətlərində ciddi dəyişiklik gözlənilmir. Lakin uzunmüddətli perspektivdə dünya bazarında neft qiymətlərinin yüksək qalması və ya daxili xərclərin artması müəyyən korrektələrə səbəb ola bilər. ABA İrana qarşı quru əməliyyatına başlamaq haqqında qərar qəbul edib. Konkret AS xəbər verir ki, bu barədə New York Times nəşri məlumat yayıb. Qeyd edək ki, ABA prezidenti Trump İranın enerji infrastrukturuna zərbə endirilməsini 7 aprelə qədər dayandırdığını açıqlamış və bunu aparılan danışıqlarla əlaqələndirmişdi. Şamaxı rayon icra hakimiyyətində bəzi vəzifələr ləğv edilib. Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Şamaxı rayon icra hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub. Konkret AS xəbər verir ki, Nocomentazın əldə etdiyi məlumata görə, icra başçısı Tahir Məmmədovun imzaladığı əmrə əsasən aparılan islahatlar nəticəsində icra hakimiyyətində 43 nəfər işdən çıxarılıb. Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu rayon icra hakimiyyətinin 14 əməkdaşı, Tovuz rayon icra hakimiyyətinin 43 əməkdaşı, Cəllabad rayon icra hakimiyyətinin 38 əməkdaşı, Quba rayon icra hakimiyyətinin 36 əməkdaşı, Göyçay rayon icra hakimiyyətinin 27 əməkdaşı, Lənkəran şəhər icra hakimiyyətinin isə 44 əməkdaşı, Bərdə rayon icra hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər. Tanınmış aparıcı Səidə Bəkirqızı ölümlə hədələnib. Nocoment xəbər verir ki, sosial şəbəkədə Tamerlan Nəsirli adlı şəxsə Bəkirqızına ard-arda ölüm təhdidlərinin yer aldığı mesajlar göndərib. Hətta o, tanınmış jurnalisti artıq ölüm hökmü verilib, yaxında gəbərəcəksən ifadələri ilə təhdid edib. Bundan əlavə, sözü gedən şəxsin Lənkəran rayon sakini olduğu məlum olub. Mesajlaşma zamanı o, Bəkirqızına Lənkəran Bayraq meydanına gəl deyə bildirib. Bəkirqızının Nəsirli tərəfindən ölüm təhdidlərinə məruz qalmasına səbəbin İranla bağlı çıxışları olduğu ehtimal edilir.